Əgər dırnaq göbələyim varsa, dırnaqların saralırsa, mənə diqqətlə qulaq as. Sənə dərman istifadə etmədən dırnaq göbələyinə kömək eləyəcək bir qarışım deyəcəm. Bilirəm, çox mazdan, tabletdən istifadə etmirsən, amma hələ də dırnaq göbələyin qalıb. Mənə diqqətlə qulaq as, ekrandakı ürəyi qızart və profilin üzərindəki pil işarəsinə zəhmət olmasa toxun. 3 diş sarımsaq götürürsən, həmin sarımsağı əzib, üzərinə 3 çay qaşığı çayla soda, yəni karbonat qatırsan, onunsa üzərinə 2 xörək qaşığı alma sirkəsi qatıb yaxşı-yaxşı qarışdırırsan. Alınmış qarışımı xəstə dırnaqların üzərinə çəkirsən gündə 2 dəfə, yarım saat saxladıqdan sonra ilıq su ilə yuyursan. Bu qarışım dırnaqda olan göbələk çöpləri məhv edir. Xəstə dırnağı sağaldaraq onun yerinə sağlam dırnaq gəlməsini təmin edir və göbələk çöplərin digər dırnaqlara keçməsinin qarşısını alır. Sağlam dırnaqda əlverişsiz şərait yaradaraq göbələk çöplərinin, bakteriyalarının inkişafını və yenidən düşməsini qismən önləyir. Bu videonu hər kəslə paylaş, kayd elə, ekrandakı ürəyi qızart və profilin üzərindəki pil işarəsinə toxunaraq məni takip et ki, sağlamlığının qeydinə qalan Əzzatın Baloğlanla hər zaman sağlam qalasan.